Naxçıvan Dövlət Universitetində İnkişaf və İnnovasiyalar, Süni İntellekt və Maşın Öyrənməsi adlı 1-ci Beynəlxalq Elmi Praktik Konfrans keçirilib. Əvvəlcə ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texnik Universiteti, Mingəçevir Dövlət Universiteti, Özbəkistanın Daşkənd Dövlət Texnik Universiteti, Malayziyanın Asiya Pasifik Universitetinin və Pakistanın Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı bir sıra xarici və respublika universitetlərinin iştirakı ilə hibrid formada keçirilib. Açılış nitqi ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbur Sisayev konfransı aktual və müzakirəsi zəruri olan süni intellekt yönündə tədqiqatçıları, sahə mütəxəssislərini, alimləri bir araya toplayan mühüm beynəlxalq forum adlandırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının strateji inkişaf planında kadr potensialının təkmilləşdirilməsində ixtisasları gələcəyin bacarıqları ilə zənginləşdirmək və yeni ixtisaslar açmaq prioritetlərinin olduğunu bildirib. Rektor Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı çərçivəsində Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində İnnovasiyalar Mərkəzinin açılışına diqqət çəkib və müxtəlif innovativ layihələrin həyata keçirildiyini vurğulayıb. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxış edərək vurğulayıb ki, konfrans qlobal əhəmiyyətli mövzuya həsr olunub, 13 ölkədən 200-ə yaxın məqalə daxil olub. Vilayət Vəliyev vurğulayıb ki, konfransda geniş coğrafiyadan iştirakçılar var və tədbirin uğurla təşkili də böyük məsuliyyət, həmçinin peşəkarlıq tələb edir. Düzce Universitetinin rektoru Nedim Sözbir konfransda iştirakçıdan məmnunluğunu ifadə edib, burada yeni ideyaların paylaşılması, problemlərin müzakirəsi və mühüm yeniliklərin təşviqi yönündə önəmli fikirlər səslənəcəyini əminliyini bildirib. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında Naxçıvan Dövlət Universitetinin süni intellektlə bağlı maarifləndirmə işində ölkədə nümunəvi ali təhsil müəssisələrindən olduğunu vurğulayıb, konfransın tədqiqatçıların bilik və təcrübələrin bölüşülməsi, yeni tədqiqat istiqamətlərinin təməlinin qoyulması baxımından olduqca əhəmiyyətli tədbir olduğunu deyib. Daha sonra Pakistanın Milli Elm və Texnologiya Universitetinin prorektoru Osman Həsən, Budapeşt Corvinus Universitetinin Maliyyə İnstitutunun direktoru Kata Varadi, Belarusiya Dövlət İnformatika və Radioelektronika Universitetinin kafedra müdürü Bioprav Olqa çıxış ediblər. Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib. Kifayət Mahmudova, Musa Süleymanov, Əkbər Vəliyev, NDO xəbər.